Qonaqlarımız AI Az Film Festivalının əməkdaşlarıdır. Xoş gəlmisiniz. Qafqazın və regionun ilk film festivalı. Elə adın özü nə qədər əhəmiyyətli olduğunu göstərir bu festivalın. Gəlin bu ilk haqqında danışaq. Necə oldu? Necə baş verdi? Necə yaratdınız? Çox sağ olun, təşəkkür edirik dəvətiniz üçün. Biz əslində olduqca qısa bir müddətdə qərar Aha. verdik ki, bu il ərzində artıq keçirək. Bizim əslində milliləşdirək adlandırdığımız Ayas Film Festivalı bu sırf süni intellektlə hazırlanmış filmlərə fokuslanmışdı. Əslində bizim ilk başda konseptimiz belədir ki, iki kateqoriyada film qəbul edirik. Həm yerli, həm beynəlxalq müsabiqədə. Yerlidə və beynəlxalqda da hər ikisində həm ənənəvi çəkilmiş filmləri, həm də süni intellektlə tərtib olunmuş filmləri qəbul edirdik və süni intellektlə tərtib olunmuş filmləri ənənəvi jüri qiymətləndirirdi. Bizim yerli kinematoqrafçılar. Ənənəvi çəkilmiş filmləri isə süni intellekt jüri qiymətləndirməli idi. Amma bu il həmin süni intellekt jürinin zövqünü o qədər də istədiyimiz səviyyədə cilalaya bilmədiyimiz üçün qərar verdik ki, bu il tam süni intellekt filmlərini nümayiş etdirək və ən önəmlisi o idi ki, nümayiş olunan bütün filmlər başdan sona süni intellektlə tərtib olunmuşdu və biz qısa zamanda müraciət qəbulu elan elədik. Qəbul səviyyəsi bizi qane eləyir. Olduqca əslində həm yerli, həm beynəlxalq səviyyədə maraq böyük idi. Gözlədiyimizdən çox sayda film gəldi və biz yekunda 10 beynəlxalq, 8 yerli səhv hatırlamıramsa film nümayiş etdirə bildik. Və onu deyim ki, yerli filmlər əslində keyfiyyət baxımından heç də beynəlxalqdan geridə qalmırdı. Hətta müəyyən mənada bəzən üstələyirdi. Aha. Əslində mən soruşmaq istəyirdim ki, sizin bu süni intellektin jüri olması məsələsi, ədalətlilik və s. bu haqqda soruşacaqdım, amma gəlin elə keyfiyyətin geri qalmaması məsələsindən danışaq. Sizcə bu nə ilə bağlıdır? Azərbaycanlı rejissorların həmçinin dünya səviyyəsində görə bildikləri işdən, yoxsa sadəcə süni intellekt hər şey hamımız üçün əslində ümumiləşdirib və ona görə dünyadan gələn işlər və Azərbaycandan aldığınız işlər əslində eyni səviyyədədir hardasa? Süni intellekt hamımız üçün şərtləri bərabərləşdirir və təkcə buna dünya Azərbaycan səviyyəsinə baxmasaq, regional səviyyədə də baxanda, şəhərdə və regionda yaşayanlar, bizdə hətta mükafat təqdim etdiyimiz şəxslərdən biri Qazax rayonunda yaşayırdı. O səbəbdən bu süni intellektin şərtləri bərabərləşdirilməsi əslində o imkanı bizə təqdim eləyir ki, biz heç də başqalarından geridə qala bilmirik, daha keyfiyyətli məhsul ortaya qoya bilirik. Aha. Gəlin bu festivalın daha necə deyim, daha çox auditoriyaya çatması məsələsindən danışaq. Nə görə festivalı ödənişli şəkildə həyata keçirmədiniz? Bəlkə onda iştirakçıların sayı daha çoxalardı və s. Necə fikirləşirsiniz, yox? Biz əslində daha geniş auditoriyaya çatmaq üçün həm iştirakçı, həm qonaq qismində cəlb olunanları biz ödənişsiz formada etdik ki, daha böyük auditoriyaya çıxa bilək və düşünürəm ki, bu ilk il olduğu üçün əslində bizim üçün çox yaxşı təcrübə oldu. Biz ölçə bildik ki, buna maraq necədir, izləyicilərin marağı hansı yöndədir, eləcə də iştirakçılar hansı səviyyədə maraq göstərirlər. Aha, gözləntilərdən danışdınız, qarşılaya bildik gözləntilərinizi. Bizim gözləntilərimizin çox üstündə nəticələr əldə elədik. İstər iştirakçı film sayı baxımından, istərsə gələn qonaqlar baxımından. Gələn qonaqların mənim üçün ən dəyərlisi o idi ki, hamısı demək olar qeyd edək ki, növbəti il artıq onlar iştirakçı kimi qatılmaq istəyirlər. Çünki alətlər əlçatandır və biz də festival çərçivəsində bacardığımız qədər master klass və s. panel müzakirələri təşkil etdik ki, gələn qonaqların da bu sahədə məlumatlanması mümkün olsun. Buyurun, belə festivallar və ümumiyyətlə süni intellektin populyarlaşdırılması necə həyata keçirilməlidir? Mənim öhdəmə düşən iş, əslində biz hər birimiz çalışırdıq ki, hər işin qulpundan yapışaq ki, çünki biz öz gücümüzə bu festivalı 2 il keçirmək istirdik. Amma deyir, sən yola çıxdıqda sənə də dəstək gəlir. Bizdə də bu cür oldu. Həm festivalın media tərəfinə mən cavabdeh olaraq maksimum çalışıram ki, festivaldan sonra da daha çox insan bunun haqqında məlumatlı olsun. Çünki süni intellekt bu dəqiqə çox güclü formada və sürətli formada inkişaf edir. 2 gün təxmini öncə müxtəlif süni intellekt platformalarının yeni versiyalarının təqdimatını biz gördük və biz orada artıq şahid oluruq ki, bu özünün öncəki versiyalarından daha da güclüdür və bu təkcə sinema sahəsinə də aid deyil. Bu bir çox, yəni elmlə məşğul olan şəxslərə də aiddir. Hər kəs bunu hər hansı bir formada bu alətlər həyatına tətbiq edib
olduğu versiyadan daha yaxşı bir versiyaya gətirə bilər öz işini və ümid edirik ki, gələn il bu daha geniş formada olacaq və gələn ilə qədər də biz kifayət qədər insanları hazırlaya biləcəyik. Gənclər və gənc olmayan şəxslər də ora öz filmlərini hazırlayıb təqdim edə bilərlər. Asanlıqdan dəfələrlə danışdıq, süni intellektin xüsusilə bu sahədə işimizi necə asanlaşdırmasından, amma elə bir təəssürat yaranmasın ki, belə bir film festivalını təşkil etmək çox asandır. Yox, hər halda elə deyil. Necə izah edərdiniz? Hansı çətinlikləri var və nəyə görə doğrudan da regionda və Qafqazda hələ ki ilk festivaldır? Bu vaxta qədər niyə yox idi? Mən açığı həmişə bunu demişəm. Bəziləri düzdür mənlə razılaşmır. Kinoda sahəsində fəaliyyət göstərsələr belə. Biz ölkə olaraq, millət olaraq kinoda, audiovizual sənayedə ümumiyyətlə olduqca istedadlı millətik və süni intellektin əslində bizdən tələb elədiyi də biraz praktiki zəka, biraz istedad və biraz da zövqdür. Və mən düşünürəm ki, bunun hamısı bizdə var. Ənənəvi kinoda məsələn o təhlil etdikdə orada təşkilati məsələlər və s. ön plana çıxır deyə bəzən o qədər də uğurlu ola bilmirik, amma onları bir kənara qoysaq, geridə qalan məsələlərdə süni intellektdə çox uğurlu olacağımızı düşünürük o səbəbdən. Və niyə daha əvvəl olmayıb? Ümumilikdə dünyada süni intellekt film festivalları yeni-yeni başlayır. Ən yaşlısının 4 yaşı olmalı, səhv xatırlamıramsa. O səbəbdən bizdə də əslində düşünürəm ki, o qədər də gecikməmişik. Vaxtında bu mədəni innovasiyaya rəqsə verə bilmişik. Və sizcə tələsməmişikmi? Yoxsa tam vaxt idi? Açığı mən düşünürəm ki, biraz hadisələri qabaqlamışıq. Çünki daxil olan filmlər keyfiyyət baxımından bizi qane eləsə də, o filmlər heç biri hansısa film festivalda iştirak etsin deyə tərtib olunmamışdı. Kimsə qrant layihəsi çərçivəsində eləyib, kimsə öz təlim-tədris məqsədilə eləyib, kimsə öz fəaliyyət çərçivəsində eləyib. Yəni bununla belə əslində bu onu göstərir ki, bu səviyyədə işlər, bu çərçivədə, bu limitlər daxilində görülən işlər bu səviyyədədirsə, bu şəxslər hansısa film festivalı üçün, hansısa film sənayesi üçün layihə hazırlayarsa, o daha da ciddi yanaşılar, daha da keyfiyyətli olar. Rəvan, siz bu festivalda qısa metrajlı film nominasiyasının qalibisiniz. Siz hansı çərçivədə hazırlamışdınız filminizi? İlk öncə onunla bağlı məlumat verim ki, ümumiyyətlə mən də biraz animasiya sahəsindən gəlirəm. Balta, Bucaq animasiya seriallarının müəllifiyəm, hansı ki bu Azərbaycanın ilk animasiya serialları idi. Ümumiyyətlə bunu ona görə deyirəm ki, biz həmişə axtarışında olmuşuq ki, hekayəmizi danışmaq üçün hansısa alətlər tapaq. Bu ənənəvi film bəzən çətin olur. Bizim misal üçün o vaxt var idi 17-18 yaşımız və animasiyanı tapdıq, 2 ölçülü animasiya ilə məşğul olduq. İndi isə artıq biz ənənəvi filmdən də məşğul idik, reklam çəkilişlərindən məşğul idik. İndi belə bir ehtimal çıxanda mən həmişə bunu yəni izləyirəm və mənə maraqlıdır ki, daha asan yolu nədir? Və bu süni intellekt artıq kömək edir ki, biz danışmaq istədiyimiz, indiyənə kimi danışa bilmədiyimiz hekayələri daha asan yolla danışaq. Və daha tez yolla. Daha tez danışaq. Məsələ nədir? Milli o qədər hekayələrimiz, danışılmamış ideyalarımız var ki, onları reallaşdırmaq artıq daha asandır və mənim də ağlımda Şah İsmayıl Xətainin hələ də ekranlaşdırılmamış olmağı misal üçün biraz məni narahat edirdi və süni intellekti buna görə istifadə edib Şah İsmayıl Xətainin həyatı haqqında Xətayə adlı 12 dəqiqəlik film istehsal elədik, qısa film. Və bu filmdən hansı ki bu festivala daxil olduq və qalib olduq. Eyni zamanda Gənclər Fondunun süni intellekt üzrə qrant müsabiqəsinin qalibidir bu layihə. Yəqin ki, tarixçilərlə işləmişdiniz, yoxsa necə? Yəni faktların dəqiqliyi baxımından. ChatGPT-də Deep Research deyə bir bölmə var misal üçün. Bunu siz hər hansı bir mövzunu araşdırmaya verəndə o gedib 2 saat, 45 dəqiqə, 3 saat araşdırma edə bilir. Mövzunun çətinliyindən asılı olaraq. O əsaslı mənbələrə əsaslanaraq gətirir və sənə mənbələri də təhvil verir ki, yoxlayasan ki, bunlar düzdür ya yox. Biz bütün filmin istehsalında ssenaridən başqa bütün mərhələlərdə süni intellektdən istifadə eləmişik. Orada səsləndirmələr belə süni intellektdir, musiqi belə süni intellektdir. Onda Xətai filmi 100% hardasa biz deyə bilərik ki, süni intellekt filmidir. Ssenaridən kənar 100% süni intellekt. Yaxşı, belə bir tələb var idi, yoxsa siz sadəcə görüntünün süni intellektlə hazırlanmasını istəyirdiniz? Bizdə əsas tələb o idi ki, başdan sona süni intellektlə vizuallaşdırılsın. Bəli, vizuallaşdırılsın. Bəli. Digər hissəsində hibrid məsəl üçün layihələr var idi, amma mən çox da istəmirdim. Yəni ənənəvi filmdir, amma müəyyən hissəsi süni intellekt adaptasiya olunub.
Bunun yerinə düşünürəm ki, artıq daha çevik biz adaptasiya olmalıyıq bu prosesə. O səbəbdən başdan sona süni intellekt vizualizasiyasına öyrəşməliyik. Əsas odur biz başa düşürük ki, heç bir yaradıcı iş digərinin yerini tutmur. Hər birinin öz yeri var. Təşəkkür edirik hər birinizə iştirakınız üçün. Çox sağ olun. Sağ olun, biz təşəkkür edirik.